Oradan el çəkmə lazım ki, evin yaxınlığında olan düşsün ki, nə qədər də yaxındır. Hələ gedək orada bir kəlmə danışaq eləyək. Hamısı Təhsil Nazirliyi də oradadır. Təhsil hazırlayır. Bu da cəmaət də buradadır. Məktəb direktoru da buradadır. Kamazlar da çıxırlar ərazidən. Nə tez çıxırlar ya? Nə oldu bəs qazıntı işləri dayanmır? Xəbər gələn kimi aradan çıxırlar. Bu da stadionu tərk edirlər. Stadionun içindən çıxırlar. Cəmaət qonşular narazılıq eləyə bu qədər qazıblar. Biraz dərinə gediblər. Əvvəl yarımçıq qazmışlar, indi biraz da inlədiblər. Domdan binadan aralı idisə binaya daha yaxınlaşdırıblar. Bu tərəfdən tək bina görüksün nə qədər yaxındır. Fəhlələr də işləyir. İndi binaya yaxın olan məsafəni 10 metrə yoxdur. Evimizin altını çıxır. bu da köhnə qaçdığımız yerin bariyeridir, asfaltdır, yaman gündədir. Darmadağın. Əvvəl qazıblar, traktor koluşun qoyan yerə qədər, sonra artırıblar. Bu da armaturları artırıblar bura qədər. İndi buradan binaya olan məsafə bu qədərdir. Bu da bunların zaboru, maşın yolda. Maşın yolu da olacaq. Stolbadan işıq dirəyindən bina arasında maşın yolu. O da ki, bu bütün birinci mərtəbədə qalan sakinlər narahat olan. Bu da belə.